Salam, hər vaxtınız xeyirli olsun. Biz bu videomuzda COUNTIFs funksiyası barəsində məlumat verəcəyik. COUNTIF və COUNTIFs funksiyaları var və bunların fərqi nədir? COUNTIF funksiyası ancaq bir şərtə görə verilənləri sayır. Biri də var ki, COUNTIFs funksiyası. Bu isə birdən çox şərtə görə verilənləri sayır. Bəs bu nə deməkdir? Baxın, mənə lazım ki, bu diapazonda, bu table'da regionu Colorado olan və sales 10.000-dən böyük olan məlumatların sayını tapaq. Və biz bunun üçün yazırıq. Bərabərdir COUNTIFs funksiyası və təbii ki, bunun da bir neçə argumenti var. Kriteriya range 1. Baxın, mənim birinci şərt verdiyim diapazon B-dədir. Yəni, B2-dən başlayır sona qədər. Və burada Colorado olanlar tutaq ki. Mən buraya yazdım ki, dırnaqda Colorado. Yəni, bunu özüm əlinə yazdım. Colorado. Və həm də mənə lazım ki, sales 10.000-dən böyük olanlar və eyni qayda ilə də burada Y diapazonu seçdim. Y2-dən başlayıb Y 361'e qədər. Və burada da 10.000-dən böyük olanlar. Və cavab alındı 100 dənə. Yəni doğrudan da burada regionu Colorado olan və sales 10.000-dən böyük olan 100 sətir var. Və ya mənə lazım ki, indi bura bir dənə də şərt daxil edeyim ki, bu şərt də olsun ayı fevral ayı olanlar. Və mən buraya yazıram ki, baxın. Kriteriya range 3. S2-dən başlayır sona qədər S361 və bu da nə olmalı? Bu da olmalı ki, fevral. Mən bura fevral yazdım və cavab alındı ki, deməli 10 dənə. Yəni burada doğrudan da regionu Colorado olan, ayı fevral olan və sales də deməli 10.000-dən böyük olan 10 sətir var. İndi mən sizə buna bağlı bir şey deyim. Əgər burada bizim şərt verdiyimiz diapazonlarda sütun hündürlükləri bəs fərqli olsa nə baş verər? Baxın, bura bir diapazondur, bura bir diapazondur və burada bir diapazondur. Əgər bunların sütun hündürlüyü eyni olmasa, bəs nə baş verir? Bax, ki, mən bu sonuncu rəqəmi buradan sildim. Burada yazdım ki, 195. Düzdürmü? Və görürəm ki, baxın, bu range ilə bu range bərabər hündürlükdə deyirlər. Və o zaman value xətası vermiş oldu. Yəni, bu COUNTIFs funksiyasında şərt verdiyimiz diapazonlarda sütun hündürlüyü eyni olmasa, value görünmüş oldu. Və indi mən bununla bağlı sizə başqa bir məlumat da verim ki, baxın, indi mənə lazım ki, product qrupu S ilə başlayan, sales 10.000-dən böyük olanları sayını tapaq. Və onun üçün biz buraya yazırıq. Bərabərdir COUNTIFs funksiyası və deyirəm ki, baxın, həmin bu diapazon, yəni A2-dən axıra qədər və bu olmalı, deməli, S ilə başlayan. Və onun üçün mən buraya yazıram ki, S ulduz. Nə deməkdir? Yəni, birinci hərfi S olan və sonun fərqi yoxdur. Və bura qeyd edirəm ki, deməli, Y2-dən başlayıb Y 361'e qədər. Və bu da böyük olmalıdır 10.000-dən. Böyük olsun 10.000-dən. Baxın, bizə sayı vermiş oldu. Və indi mənə lazım ki, sonu S ilə olanların sayını tapaq və sales da 10.000-dən böyük olsun. Yəni, product qrup sonu S olsun və həmçindəki sales 10.000-dən böyük olsun. Və onun üçün mən burada deməli S ulduz yox. Bunların yerini dəyişdim, qoydum ulduz S. Yəni birinci hərflərin fərqi yoxdur, amma sonuncu hərfi S olanlar və sales 10.000-dən böyük olanlar sayaq və cavab oldu ki 113. Və indi bizə lazım ola bilər ki, tərkibində S olanların sayını tapaq. Yəni bu nə deməkdir? Yəni fərqi yoxdur. Birinci hərfi, sonuncu hərfi, yəni tərkibində S hərfi varsa və sales 10.000-dən böyüksə bunların sayını tapaq. Və onun üçün biz buraya yazırıq. Deməli, ulduz, S ulduz. Bu nə deməkdir? Tərkibində S hərfi olanlar. Yəni S burada sonda, əvvəldə, ortada. Yəni fərqi yoxdur. Əgər tərkibində S hərfi varsa və sales da 10.000-dən böyüksə, bunların sayını tapmalıdır. Və bu da oldu 175 dənə. Və bu da oldu bizə COUNTIFs barəsində məlumat. Hələlik sağ olun.